Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə çox dadlı, tez bacar hazırlaya biləcəyiniz Rus mətbəxindən Tulski pryanik reseptini paylaşacağım. Xəmirini hazırlamaq üçün orta boy qazana 100 qram kərə yağı, 1 stəkan şəkər tozu, 3 yemək qaşığı bal əlavə edirəm. Çox şirin sevmirsinizsə, şəkər tozunun başına 2 barmaq əskiyi olmaqla da əlavə edə bilərsiniz. Üzərinə 1 çimdik duz və 1 sivrim çay qaşığı darçın əlavə edib ocağa yerləşdirəcəm. Arabir qarışdıraraq yağın tamamilə əriməsini gözləyəcəm. Yağ əriyib şəkər tozu da bir qədər içində həll olandan sonra üzərinə 1 sivrim çay qaşığı çay sodası əlavə edib qarışdırıram. Təxminən 1 dəqiqə ərzində kütlə bu qədər köpürüb ağaranda artıq ocaqdan götürmək lazımdır. Qaynatmağa ehtiyac yoxdur. İlk istiliyi getməsi üçün əlavə bir şüşə qaba boşaldıb arabir qarışdırdım. Daha sonra üzərinə 2 yumurtanı tək-tək əlavə edib həll etdim. İstərsəniz çırpıcıdan da istifadə edə bilərsiniz. Gördüyünüz formada kütlə əldə olundu. Üzərinə unu əlavə edəcəm. Əvvəlcə 2 stəkan unu əlavə edərək spatula ilə qarışdırdım. Sonra təkrardan 2 stəkan ələmiş unu əlavə edib əlimlə xəmir yoğuracam. O qədər gözəl xəmir əldə olunacaq ki, yumuşaq, amma ələ yapışmayan formada olmalıdır. Xəmiri topaladıqdan sonra əllərinizi təkrardan yuyub, bir daha xəmiri yoğurmağı məsləhət edirəm. Bu zaman formasını gördüyünüz kimi çox gözəl şəkildə alacaq. Dəzgaha da çox az un səpib xəmiri dəzgahda da yoğurmağa davam etdim. Çox yoğurmağa ehtiyac yoxdur, formasını da sizə göstərəcəm. Yumuşaq, hamar, gözəl bir xəmir əldə olundu. Xəmiri paketə yerləşdirib soyuducuda buzluq olmayan hissədə 1 saata qədər dincəldəcəm. Dincələn xəmir artıq bir qədər də sərtləşib. Soyuducudan götürüb 2 eyni bərabər hissəyə böldüm. Bir hissəsini hələlik kənara qoyub digər hissəsini yayaraq şirniyyatımızı hazırlayacağım. Dəzgaha çox az un səpib xəmiri əvvəlcə əlimlə bir qədər genişlətdim. Daha sonra üzərinə un tökərək yaymağa başladım. Təxminən eni 25, uzunluğu 30 sm olmaqla yaymaq lazımdır. Çox da geniş yayıb nazik etməyin. Yaydığım xəmiri gördüyünüz formada oxlava bükərək götürdüm və yağlı kağız üzərinə sərdim. Kənarlarını düzəltdikdən sonra 370 qramlıq qaynadılmış qatılaşdırılmış südü üzərinə çəkdim. Üst hissəsinin yaxşı yapışması üçün kənarlarından təxminən yarım santimetr boşluq qoyub, içliyi gördüyünüz şəkildə hər tərəfinə yaydım və hələlik kənara qoydum. Dəzgaha təkrardan un səpdim və eyni qayda ilə növbəti xəmiri eyni boyda yayıram. Lazım olduqca undan istifadə etmək olar, amma çox istifadə etməyin ki, şirniyyatınız bərk olmasın. Təkrardan oxlov vasitəsilə yığaraq digər qatın üzərinə ehtiyatla sərdim. Gördüyünüz kimi bir tərəfindən başlayaraq yavaş-yavaş açdım. Qeyd edim ki, içliyini cem ilə də əvəz edə bilərsiniz. Kənar hissələrində bir-birinə bərabərləşdirdim və kənarlarının daha yaxşı yapışması üçün, içliyin dağılmaması üçün çəngəlin ucu ilə gördüyünüz formada bəzədim. Həm də daha gözəl və fərqli görünür. Kənarını da düzləşdirəndən sonra əvvəlcədən qızdırdığım 170 dərəcəli sobada alt-üst rejimdə 25-30 dəqiqə ərzində bişirirəm. Bişmə vaxtınız sobanıza görə dəyişə bilər. Soyumağı üçün hələlik kənara qoyub üzərinə sirop hazırlayacağım. 100 qram şəkər tozunun üzərinə 3 dolu yemək qaşığı, yəni 30 qram su əlavə edib ocağa yerləşdirdim və dayanmadan qarışdırmaqla şəkər tozunu əriməsini gözlədim. Şəkər tozu əriyib artıq qaynamağa başlayanda elə qarışdıra-qarışdıra təxminən 3 dəqiqə ərzində qaynatdım. Daha sonra ocaqdan götürdüm və fikir versəniz, bişirdiyim qabın kənarları ağarıb, yəni kütlə xarlanmağa başlayıb, heç gözlətmədən isti-isti fırça ilə hazırladığım şirniyyatın üzərinə və kənarlarına çəkdim. Artıq mən çəkə-çəkə qurumağa başlayır və üstü belə ağarır. Əgər üzəri ağarmasa, deməli siropu yetərincə qaynatmamısınız. Təkrardan qoyub qısa bir müddət ərzində qaynatmaq lazımdır. Piroqumuzu bir neçə saat kənarda gözlətdikdən sonra dilimləyərək servis etmək olar. Olduqca dadlıdır, mənim çox xoşuma gəldi. Ağzı qapalı bir qabda saxlasanız bir neçə gün çox yumuşaq qalacaq, həm də çayın yanında mükəmməl gedir. Hazırlamağınızı tövsiyə edirəm, çox dadlı olur. Dəyərli dostlar, videonu bura qədər izlərsəniz, kiçik də olsa rəy yazaraq videonu bəyənib, paylaşıb, əgər kanalıma abunə deyilsinizsə, qoyduğum videolardan xəbərdar olmaq üçün abunə olmağı da unutmayın.
Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun.